Ələt-Astara magistralının Lənkəran rayonundan keçən hissəsində qəzalı körpü ilə bağlı xəbəri çatdırım. Bu hissədə 2 qəzalı körpü yenidən inşa olunur. Hər iki körpünün uzunluğu 46 metrdir. Viravul və Girdəni çayları üzərində yerləşən qəzalı körpülərin inşasına noyabr ayının əvvəlindən başlanılıb. Gəlin ətraflı süjetdə. Burada ciddi şəkildə problemlər yaşayırdı sürücülər və indi bilirəm ki, həmin istiqamətdə ən çox sürücülər sevinirlər ki, qəzalı körpülər artıq yenidən qurulur və artıq tamamilə bu problem aradan qalxmış olacaq. Ələt-Astara magistralının 197-ci kilometrliyində Lənkəranın Göyşaban kəndi ərazisində yerləşən qəzalı körpünün yenidən qurulması ilə əlaqədar yol müvəqqəti bağlanıb. Ərazidə ağır texnikalar və canlı qüvvə çalışır. Yeni körpü 46 metr uzunluğunda, 14,5 metr enində və bir aşırımlı olacaq. Hazırda layihə üzrə körpü tirlərinin quraşdırılması, betonlama işləri, çay yatağında istinad divarı və mühafizə bəndinin tikintisi aparılır. Körpü Girdəni çayı üzərində yerləşir. Viravul çayı üzərində yenidən qurulan ikinci körpüdə isə alternativ yoldan istifadə olunur. Əvvəli körpü qəzalı vəziyyətdə, indi şükürlər təzə körpü salırlar. Sağ olsunlar dövlət, yeni körpü salır, Allah canlarını salamat eləsin, var olsunlar. Qızlağac Lənkəran marşrutunda işləyirəm. Hər gün bu yolda sərnişin daşıyıram. Körpü qəzalı vəziyyətə idi, indi şükür Allah yaxşılaşır. Bu körpü vacibdir, müasir reallıqdır. Allah dövlətimizin qüdrətini daha da artırsın. Müasirlikdir. İnşallah burada əməyi olan insanlara da Allah təala can sağlığı versin. Qəzalı vəziyyətdə idi. Mənim 60-cı, 50-ci illərdə tikilmiş bir körpü idi. İndi inşallah yeni körpü salırlar, zəhmət çəkirlər. Yollarımız abadlaşır şükür Allah. Körpülər 2 hərəkət hissəsindən ibarətdir. Ələt-Astara magistralının 193-cü kilometrliyində Lənkəranın Ürgə kəndi ərazisində yerləşən Lənkəran liman yolunu birləşdirən körpünün də uzunluğu 46 metr, eni 14,5 metrdir. Hazırda körpülərdə sıvay bərkitmə işləri aparılır. Qeyd edək ki, hər iki körpünün inşasında ondan çox texnika, 40-a yaxın işçi qüvvəsi çalışır. Körpülərin 3 ay sonra istifadəyə verilməsi planlaşdırılır.